olması ya yox. Bu etiqad xavaricilərin etiqadına müvafiqdir, yoxsa ki, əhl-i sünnənin etiqadına? Qardaşım, bax, biz az da olsa, zərrə qədər şəkk eləmirik ki, Əlixanın danışdığı bu məsələlər təkfirlə bağlı. Əhl-i sünnənin təkfirlə bağlı yolu deyil. Təkfirçilərin yoludur. Biz bunda şübhə etmirik, şəkk eləmirik. Az da olsa, zərrə qədər də olsa şübhəmiz yoxdur. Ümumiyyətlə, mən o məsələni danışmamışdan qabaq müqəddimə olaraq bir neçə məsələni deyim. Yəni, mövzu ilə bağlı deməmişdən qabaq müqəddimə olaraq bir neçə məsələni deyim, hətta başa düşülsün. Ümumiyyətlə, Əlixan Musayev elə təqdim edir ki, cəmaata. Biz bunu görmüşük dərslərində. Elə təqdim edir ki, cəmaatda elə təəssürat yaradır ki, fikir oyadır ki, kim mənə rədd eləsə, o tərbiyəsizdir. O əxlaqsızdır. Bunun üzərində çalışır. Cürbəcür yollarla. Məsələn, mən saç ağartmışam. Mən 30 ildir dəvət edirəm. Mənim 100-dən çox xütbələrim var. Nə bilim, 1000-ə yaxın kitabım var. Belə şeylər deməklə mən filan yaşa gəlib çatmışam. Belə şeylər deməklə cəmaatda belə təəssürat oyadır ki, heç kim ona əl deyə bilməz. Əl deyə bilməz, yəni rədd edə bilməz. Bunu cəmaat arasında aşılayır, yeridir bu məsələni. Biz deyirik ki, ən birinci böyük səhvi budur. Ən birinci xətası insanın, hansı ki, əhl-i sünnənin mənhəcində bu yoxdur, yolunda bu yoxdur. Bizdə var belə şey, filan kəsə əl dəymək olmaz. Bizdə yoxdur. Filan kəsin məqamı tutduğu yolda böyükdür, əzəmətlidir, zəhməti, əziyyəti çoxdur. Hər kim ona qarşı danışarsa o, ya tərbiyəsiz denən, aleykümsalam, ya əxlaqsız denən, ya uşaq denən, ya nə bilim, müxtəlif sözlər. Bu bizdə yoxdur, qardaşım. Lakin bu insanlara belə təqdim edir. Ən birinci, ən böyük səhvi budur. Biz bunu tək bu axırıncı məsələdə yox, bundan qabaq da görmüşdük. Yəni, subhanallah, insan haqqında danışmaq olmaz. Vəssalam. Belə fikir oyadır cəmaat içində. Bu səhvdir, bu xətadır. Sənin xoşuna gəlsə də, gəlməsə də. Əhl-i sünnənin etiqadında belə bir adam yoxdur ki, əl dəyilməsin, toxunulmaz olsun. Lakin insanlar şişirdirlər. Problem insanlardadır. İnsanlar şişirdir, xulov edir bir insan haqqında. Düzdür? Elə bir yerə, elə bir mənzilə qoyur ki, ondan sonra kiminsə onun barəsində danışması artıq nə istəyirsən denən ona, tərbiyəsiz falan bu kimi şeylər. Halbuki İbn Teymiyyə barəsində danışılıb. Huva mən huva. İbn Teymiyyə. İbn Qeymə rədd ediblər. İbn Teymiyyəyə rədd ediblər, qardaşım. İbn Teymiyyə Şeyxul İslam, imam, hafiz, muhaddis, fəqih, zamanında onun kimi adam görülməyib. Rədd ediblər. Mövzu olub, məsələn, Subki rədd edib Şeyxülislama. Ondan sonra ona rədd ediblər, ondan sonra ona rədd ediblər. Belə yüzlərlə misallar çəkmək olar, biri-birinə rədd ediblər. Heç kimə tərbiyəsiz deməyib. Vallahi və rədd nə qədər alimlərin, imamların biri-birinə rəddiyəsini oxumuşuq, görmüşük kitabları. Biri-birinə əxlaqsız, tərbiyəsiz deməyib. Çünki normaldır, bu mövcuddur, bu var. Bu bir səhvi insanın. Əhl-i sünnənin mənhəcinə müxalif. İkinci nədir? Bunlar bəzi qardaşlar elə bilirlər ki,
Biz Elxan Musayevlə düşmənçilik edirik. Ədavət aparırıq. Şəxsi söhbətdir. Belə görsənir, belə bir mənzərə yaranır. Məsələn, belə deyim, hamı susub, Rəşad danışır. Deməli, bundan şəxsi qərəzliyi var, problemi var, düşmənçiliyi var, ədavəti var. Yox, qardaşım, qətiyyən. Sən kimsən, nəçisən, fərq yoxdur bizə. Sən olma, başqası ol. Biz, Əbu Yaqub, biz illərdir nə qədər firqənin sahiblərinə rədd etmişik. Onlarla düşmənçiliyimiz var. Danışıb, yayılıb, rədd etmişik. Şəxsinə çıxar onu. Şəxsinə, özünə qətiyyən bir hərf də olsa söz deməmişik. Nəyimizə lazımdır? Bizə lazımdır nə? Danışığı səhvdir, rədd edilir. Bunun düşmənçiliyi ilə, ədavətlə heç bir əlaqəsi yoxdur. Yəni, səndən yapışmışıq. Yox, qardaş, bəzi insanlar belə təqdim edir. Nə istəyirsiniz bundan? Qardaşım, bu mövzu ilə bağlı nə vaxt nəsə danışıbsa, səhv danışıb. Rədd etmişik. Əlxan olmasın, başqası olsun. Başqası danışanda necə rədd edir? İllər boyu təkfirçilərin ölkədə olan bu şübhəsini rədd etmişik. İndi Əlxan bunu deyir. Buna niyə rədd etməyək ki? Qardaşım, mən rədd edirəmsə, səhv görürəm. Batil bilirəm. Danışıq. Rədd edirəm. Vəssalam. Bunun ədavətlə, düşmənçiliyi ilə heç bir əlaqəsi yoxdur. Bu belə. Üçüncü məsələ. Elxan Musayev elə cəmaata təqdim edir ki, bu bir siyasətidir. Bu da xələldir mənhəcdə. Yəni, adamın mənhəcdə ciddi problemləri var. Tutduğu yolda, yəni. Şəriətdə. Nədir? Məsələn, biz danışdıq. Qardaş, sən danışırsansa səhv eləyəcəksən. Başa düşürsən? Mən də. Səhvini düzəldirlər. Mən ancaq təşəkkür edə bilərəm sənə. Çox sağ ol, Allah razı olsun. Danışan səhv eləyir. Çox danışırsansa, labüddür düşəsən, büdürəyəsən, axsayasan. Amma kibirlənmək mənə yoxdur sən. Mənim illərdir zəhmətim. Belə şey yoxdur. Nə demək istəyirəm? Elxan Musayev, məsələn, 2 nəfərə rədd elədi. Biri mən, biri Fərman qardaş. Düzdür? Mənə rədd eləyəndə baxın, Rəşad Hümbətovun şübhəsinə cavab. Mən bunu bir dəfə dedim. Rəşad Hümbətovun şübhəsinə cavab. Adamda nə belə oyadır təəssürat? Sən demə, deyəsən mövzu ilə bağlı şübhəsinə cavab ver. Girib baxırsan, ümumiyyətlə mövzuya, məsələyə aid olmayan şeylər danışıb. Tərbiyəsizdir, uşaqdır, 15 yaş böyüyəm, filan. O belə, deyir Şeyx Abbada dil uzadıb, deyir nə bilim, Albani deyib, əlindən belə. Bu kimi şeylər. Sən təsəvvür elə, mövzu qalıb bir qıraqda. Elə şeylər danışır ki, yaraşmır insana. O ki, qaldı elm əhlinə. Bu da mənhəcdə xələldir. Əhl-i sünnənin rəddiyyədə mənhəci belə deyil. Hansı alimdə belə şey eşitmişsən? Məsələn, Şeyx Abbad, məsələn deyim də, Şeyx Albaniya rədd edir. Şeyx Albani Şeyx İbn Hüseynə rədd edir. Deyir ki, sən deyir, bax, belə eləmirsən, sən nə həddindir, sən nə bilim, nə eləmirsən, bu kimi şeylər. Belə şeylər eşitmişsiniz rəddiyyədə. Bu da əhl-i sünnənin mənhəcinə müxalifdir. Yaxud, məsələn, Fərman qardaşa rədd edir. Fərman İsayevin şübhəsinə cavab. Belə bir təəssürat oyanır ki, görün, baxım, nə deyir orada? Fərman haqqında, Fərmanın dedikləri haqqında. Fərman qardaşın dediklərindən ümumiyyətlə əsər əlamət yoxdur. Başlayıb nə? Filan vaxtda sən belə eləmirsən, avtobusan düşəndə belə elədin, evə girəndə belə elədin, filan qardaşdan 2007, 2008, 15-20 ilin söhbətlərini açır, bax, orada sən belə girdin, belə çıxdın, belə görüşdün. Baxsan, qardaşım, bu söhbətdir. Rədd məqamına baxın. Rəddiyə məqamına baxın. Vallahi, billahi, bir nəfər alimdən, əhl-i imamlarından belə şey görməmişəm mən. Heç kim də görə bilməz. Şeyx İbn Baz, Şeyx Albaniya rədd eləsin mövzuda, məsələdə. Adidir. Desin ki, sən filan yerdə, Suriyada, Şamda olanda belə eləmişdin, sən Hələbdə gəldin, bizlə qarşılaşanda belə əyri görüşdün. Bu, bilirsin nə deməkdir? Mən bunu nəyə görə zikr edirəm? Əhl-i sünnənin mənhəcində xələldir bu. Rəddiyə məqamında. İnsan deyir, məndə, o deyirlər, o qardaşlarımız, mən buna görə verirəm ki, bunu.
Adamın problemləri çoxdur. Mövzunu saxlayaq. Adamın problemləri çoxdur, yəni. Belə eləmirlər. Belə şey yoxdur. Rəddiyə məqamında belə şey yoxdur. Lakin bu insan istifadə edir. Kanalından, cəmaatından ad qoyur, cəmaat baxacaq axı və aşağılayır. Hansı alimə rədd edəndə bir-birini aşağılayan görmüsən? Aleyhi, məsələn, ölübsə rəhmətullah, həfizəkallah, barakallahu fik. Belə də, yoxsa sən 2007-də gəldin, belə elədin. Bütün tələbələri aşağılayır. Hamısını. Hamısını aşağılayır. Çünki mənhəc budur. Mənhəc budur. Mən ona görə hər dəfə deyirəm, o elm tələbəsini saxlayaq. Normal adam, yəni düşüncəli, normal aqil insan belə şeylər eləməz, yəni. Xüsusən də rəddiyə məqamında. Bu da neçənci xələldir? Üçüncü xələl. Bəli. Düzdür? Dördüncü, bununla da bu müqəddiməni yekunlaşdırıb məsələlərin özünü deyim. Çox vaxt uzalmayın. Elə bilirlər ki, cəmaat, biz Əlixan Musayevə böhtan atırıq. Haqqına giririk, zülm edirik. Subhanallahil azim. Bir insanın boynuna bir şey qoymaq olar, qardaşım. Səndə yoxdur. Yoxsa sən bundansan. Sən busan. Demisən. Boynuna qoyuram səni. Belə şey yoxdur, qardaş. Heç kim heç kim boynuna nəsə qoya bilməz. Heç kim heç kimə böhtan atmayıb, zülm etməyib, haqqında yanlış danışmayıb. Niyə? Çünki Əlixan Musayevin haqqında, bizim onun haqqında dediyimiz şeylər YouTube kanalında hamısı səsli mövcuddur. Kim nəsə bir hərf əlavə edib ki, ora? Məsələn, mən özüm, heç qardaşların da haqqının adından deyirəm. Mən məsələn, nə deyib onu deyirəm. Dediyin şeyləri səhv bilirəm mən. Niyə əlavə etməliyəm ki? Niyə azaltmalıyam? Niyə əlavə etməliyəm? Olmayan şeylər deməliyəm. Demək istədim odur ki, o qardaşlar ki, elə bilirlər ki, biz Əlixan Musayevə böhtan atırıq. Biz ona böhtan atmamışıq. Dediyi şeylər hamısı YouTube kanalına, internetdə mövcuddur. Səsinlə, yazısı da yox, səsinlə açıq-aydın ifadələrdir, açıq-aydın sözlərdir. Bu da belə. Keçək məsələyə. Baxın, qardaşım, diqqətlə qulaq asın burasına. Çox önəmlidir. Diyara nə ilə hökm verilir? Necə hökm verilir? Diyara. Diyar yəni ev. Yer. Yer. Diyar. Diyara ümumən hökm verilir. Diqqətlə qulaq asırsınız. Əhli sünnədə məsələ budur. Mən buna cavab deyəm. İstəmirsə, daha doğrusu, qəbul etmirsə, şəkki, şübhəsi varsa, gəlsin oturaq söhbət eləyək. Necə istəyir, hansı formatda istəyir. Çünki mən əhl-i sünnə etiqadındayam, mənhəcindəyəm. Bizdə bu cürdür, sən də bilmirəm. Diqqətlə qulaq asırsınız. Diyara ümumən hökm verilir. Düzdür? Diyara ümumən hökm verildikdən sonra o diyarın xalqını, əhalisini bir neçə qismə bölməyin nə adı var? Nə əhəmiyyəti var? Əgər diyara ümumən hökm verilirsə, o diyarın cəmaatını, əhalisini bir neçə qismə bölməyin, Əlixan Musayev bölür yoxsa yox? Bölüb açıq-aydın. Var bu, 3 qismə bölünür, ya lap 4, lap 2, lap 1, lap 5 fərqi yoxdur, qismlərə bölür. Var bu, var bu, var bu, var bu. Bu da kənddə yaşayır. Dağlarda deyir, çıxmışıq, elə bir adam görmüşük, tapıb. Heç nə eşitməyib deyir, bizim dəvətimizdən sonra deyir, hə, mən belə bir şey eşitdim. Yəni fətrə əhli tapıb. Kəndə çıxıb, gedib kəndə, dağlara, qarşılaşıb da deyir, mən belə insanlar gördüm, deyir, 30 ildə deyir. Yəni demək istəyir ki, var bu. Vardı, saldı, var saldı, hara, qismə. İndi fikir ver. Bir halda ki, diyara ümumən hökm verilir, o diyarın xalqını, cəmaatını qismlərə bölməyin nə adı var? Bunu bilmək lazımdır. Əhəmiyyəti var, nə önəmi var? Mən diyara ümumən hökm vermişəm. Onu verəndən sonra o diyarın xalqını qismlərə bölməyin heç bir adı yoxdur. Əgər adam
bölürsə qismlərə, deməli, diqqətlə qulaq asın. Demək istəyir ki, o diyarda tanımadığımız adamlarla müsəlman müamiləsi aparılmır. Qismlərə bölməyin nəticəsi budur. Başa düşmədiniz? Başa düşdünüz? Əgər bölürsə, diyara ümumən hökm verilirsə və qismlərə bölməyin adı yoxdur. Adı var deyim. Qismlərə bölürsənsə, o qismin içində biri də nə idi? Fətrəhli. Tapıb da kənddədir, düzdür? Fətrəhli. Bölüb axı. Biz deyirik adı yoxdur. Deyəcəm niyə adı yoxdur. Lakin bu bölüb, adı var deyir. Önəmi var, əhəmiyyəti var, bölüb. Yox. Bu bölməyindən bilirsiniz nə demək istəyir? Bu bölgünün içində biri də nədir? Fətrəhli. Kafir daxı. Deməli, bu diyar sakinləri ilə, əhalisi ilə bir dərəcədə müamilə olunmur. İçində kafir də var. Varsa bir dərəcədə hökm verilmir, müamilə olunmur. Yəni, diqqətlə qulaq asın. Qardaşım, diyarda var sənin tanıdığın insanlar, məlum. Var məchul tanımadığın insanlar. Hamımızda elədir də. Hansı ölkədəsənsə, diyardasansa, sənin orada var tanıdığın insanlar, var tanımadığın insanlar. Yox, asta-asta aparıram. Diqqətlə qulaq asın. Başqa cür olmur ki. Yox. Tanıdığın insanlar çoxdur, tanımadığın. Tanımadığın. Təbii ki, sən tanıdığın insanlar bir neçə faizdir bu boyda ölkədə. Hə? Var tanıdığın insanlar, var tanımadığın insanlar. Düzdür axı, məchul. O tanımadığın insanlar var. Bilirsiniz nə demək istəyirəm? Çıxdıq bayrağa, şəhərə. İnsanlar da cəmaat, əhali. Getdik rayona, kəndə, şəhərə, çıxdıq bayrağa. Məsələn, bayrağa çıxmadın, insanlar yoxdur, yaşayırlar. Onlardan gedir söhbət. Tanımadığın insanlar. Yox. Var tanıdığın insanlar. Sual. Tanıdığın insanların içərisində müsəlman da var, kafir də var. Düzdür? Tanıdığın insanlar ya kafirdir, ya da müsəlmandır da. İnsan üçüncü adı olmur ki, hökmü. Deməli, tanıdığın insanların içərisi, tanıdığın insanlar ya müsəlmandır, ya da kafirdir. Tanıdığın deyəndə fərdi, şəxsi. Filankəsi. Tanıyıram. O tanıdığın insan ya müsəlmandır, ya da kafirdir. Düzdür? Hə? İndi fikir ver. Müsəlmandırsa, müsəlman müamiləsi aparırsan. Müsəlmandır axı. Hə, o müsəlmandan şirk çıxdısa, tanıyırsan axı. Məsələn, səni tanıyıram mənim üçün. Tanıyıram sizi mən. Şəxsən. O tanıdığın müsəlmandan şirk çıxdısa deyir Əlxan Musayev. Şərtlər ödənilməli, maniyələr aradan qalxmalıdır ki, təkfir edəsən. Ona görə belə də deyir, tanıdığımız bir müsəlman, hə, fikir ver, küfr edərsə, şərtlər, fikir ver, hə, bunu hara aid elədi? Tanıdığımız müsəlman. Bir də var, kafir. Tanıdığın, nəyi söhbət edirik? Tanıdığın insan iki cür olur da. İnsanın tanıdığın insanlar ikidir də, üçüncü olmur. Ya kafirdir, ya da müsəlmandır. Yox, müsəlmanı bildik. Müsəlmandır da müsəlman müamiləsi aparacaqsan. O tanıdığın kafir var, o istəyir ateist olsun. İstəyir xristiyan, istəyir yahudi, istəyir fətra əhli olsun. Dağda gedib oturmuşsan evində, comada, kənddə oturmuşsan. Tanıyırsan da fərdi olaraq. Tanıyırsan deyə deyirsən də. Onunla necə müamilə aparırsan? Kafir kimi. Səhiydir. Kafirdir axı. Kafirdən kafir müamiləsi aparırsan. Sən xristiyanla, tanıdığın xristiyanla necə müamilə aparacaqsan? Kafir kimi. Tanıdığın ateist. Filankəs bax qonşumuz da ateistdir. Tanıyıram, qonşudur. Ateistdir. Ateist nədir? Kafirdir. Necə müamilə aparacaqsan? Ölsə rəhmət oxuyarsan? Yox. Deməli sən müsəlman diyarında tanıdığın adamla, kafirlə, kafir müamiləsi aparırsan. Səhih diyorsa yox. Səhihdir. Problem yoxdur. Problem yoxdur, yox. Bu cürdə olmalıdır. Fərdi olaraq tanıdığım üçün müsəlman deyil axı bu. Mən ona kafir müamiləsi aparıram. Səhih, məşallah. Əhsən, həsən. Gözəl. Düzdür? Qaldı nə? Qaldı nə? Məchul olanlar var, tanımadıqlarımız, hansı ki çoxdur. Xalq.
əhali, cəmiyyət, insanlar qaldı olar. Onlarla nə edir? Əhlüsün onlarla nə edir? Birinci onu deyək. Sonra Əlixan Musayev onlarla nə edir? Başa salıb bildin? Məsələ budur. Əhlüsün onlarla nə edir? Əhlüsünlə onların hökmünü diyara bağlayır. Diyara ümumən hökm verilir. Bax, diyara ümumən hökm verilir. Diyara ümumən hökm verilir. Bu diyar sakinləridir. Diyar müsəlman diyarıdır. O sakinlərə ümumən hökm verilir və müsəlman müamiləsi aparılır. Bu cürdür. Bunu çevir, başqa diyara qoy. Azərbaycanı saxla, başqa diyara qoy. Saudiya desən, Səudi Ərəbistandasan. İnsanlar hamısı tanıyırsan? Yox. Var tanıdığın insanlar, var tanımadığın insanlar. Düzdür axı? İkidir də. Şəxsən tanıdığın insanlar, şəxsən tanımadığın insanlar. Şəxsən tanıdığın insanlar necə olur? İki, ya kafir olur, ya müsəlman. Saudiyədə kafir var. Məsələn, dəyişib dini, yahudidir. Sən Saudiyədə onunla necə müamilə aparacaqsan? Əstəğfirullah. Kafir kimi. Tanıyırsan axı. Bir də var, tanıyırsan şəxsən müsəlmandır. Necə müamilə aparacaqsan? Müsəlman kimi. Əhsən. Sən Saudiya xalqının çoxunu tanımırsan axı. Bilmirsən kimdir? Məmməddir, Anardır, Vəlidir, Əlidir. Çıxmırsan şəhərə, tanımırsan insanları. Yox, bu oldu nə? Məchul insanlar. Məlum deyil sənə. Sual. Sən onlarla necə müamilə aparacaqsan? Tanımırsan axı. Əhsən, başa sala bildin? Sən onları tanımırsan. Soruşuram, qardaşım, sən niyə buna rəhmət oxuyursan, misal üçün? Sən tanımırsan axı. Qardaşım, tanımıram, harada yaşayır adam? Diyar nə diyarıdır? Müsəlman diyarıdır. Müsəlman diyarı əsl budur ki, müsəlman müamiləsi aparılır. Ümumən hökm verilir. Başa sala bildin? Çevir Misrə. Misirdəsən, getmirsən, Qahirədəsən. Qahirədə milyonla insan var, məsələn. Minlərlə insanlar var, düzdür? Sən orada 5 nəfəri tanıyırsan şəxsi. 6 nəfər. Yox, qaldığınız qəsəbədə misal üçün. 3-ü kafirdir, 3-ü müsəlman. Kafirlə necə müamilə aparırsan? Tanıyıram da dayı. Deyirəm, Allaha inanmıram. Birdən ölməyinə şahid olsan, sən ona rəhmət oxuya bilmərsən. Cənazəsini qılmaq olmaz. Ət satırsa almaq. Misal üçün, müamilələr hamısı, rəftar. Bir də var, tanıdığın müsəlman şəxsən. Ərəbdir, Misirlidir, şəxsən tanıyıram, ibadət eləyir. Necə müamilə aparacaqsan? Müsəlman kimi. Çıxırsan bayra. Bayra çıxdın. Tanımırsan insanları. Sən o insanlarla necə müamilə aparırsan? Sən onunla müsəlman müamiləsi aparsan, mən deyirəm, qardaş, tanımırsan oxusan. Qardaş, xeyr olursan onunla müsəlman müamiləsi aparırsan ki. Tanıyıb aparardın da. Deyirsən ki, yox qardaş, burada tanımaq şərt deyil orada. Diyarın hörməti var. Başa sala bildin? Diyarın hörməti var. Eləcə də onu demək istəyirəm. Çevir bunu Rusiya. Moskvadasan. Vallahi, məsələlər çox dəqiqdir və incədir və günəş kimi aydındır əhlüsünnədə. İltibəs yoxdur. İltibəs yoxdur, yəni qaranlıq bir şey yoxdur. Moskvadasan. Getmişəm Moskvaya. Dedik nə? Sən hansı diyardasansa, ya insanları tanıyırsan, ya da tanımırsan. Moskvadasan. Elə bir oblastda yaşayırsan ki, burada bəzi insanları tanıyırsan, müsəlmandır. Səninlə bir edə ibadət eləyir. Nə müamiləsi aparacaqsan? Müsəlman müamiləsi. Küfür diyarında müsəlman müamiləsi? Tanıyıram da, qardaş, müsəlmandır da dayı. Aydındır? Çıxırsan bayra. İnsanların içərisinə. O insanlarla məchuldur sənə. Tanımırsan. Nə bilim, kimlərdir? Ruslardır. Sən onunla müsəlman müamiləsi aparmayacaqsan ki. Diyar. Baxmayaraq içində müsəlman var. İçində müsəlman var. Tanıyandan sonra müsəlman müamiləsi aparırsan. Aydındır? Tanımayandan sonra qayıdır əslinə. İndi orada nə məsələ var? Misal üçün, biri zahiri əlamətlər misal üçün.
Zahiri əlamətlər. Hə, saqqaldır, isbaldır, misal üçün baxmayaraq tanımırsan, amma zahiri əlamətləri var İslamın. Yox, o artıq bu başqa söhbətdir. Yəni mən belə ümumən sizə izah edirəm, lap xırdalığına getmirəm. Heç bizə o lazım deyil. Yox. Demək istədiyim odur ki, Azərbaycan diyarı, diyar bu yer, diyar yəni yer, ev. Evdir də. Diyar müsəlman diyarıdır. Müsəlman diyarı, diyara ümumən hökm verilir. Qədimdən də Azərbaycan İslam diyarı olub. Müsəlman diyarı olub. Yox. Buna ümumən hökm verilir. Bunu təqsimatlara bölməyin adı yoxdur. Adı varsa, deməli sənin burada hilən var. Bidətdir ondan. Heç kim belə bölməyib. Heç kim belə bölməyib. Sən bu ölkədə bölürsənsə, bütün digər müsəlman ölkələrində də bölməlisən və güldürürsən özünü. Diyara, yenə deyirəm, xülasə, diyara ümumən hökm verilir. Diyardakı insanların xalqını qismlərə bölmək əhəmiyyəti, mənası, adı yoxdur. Yox, əhəmiyyəti var deyib bölürsənsə, deməli, 3 qismə böldüm. Müsəlman, kafir, fətrə əhli. Ateist, fətrə, misal üçün də. Deməli, sən bunu böldünsə bura, sən bu diyarın cəmaatından, hələ müsəlman müamiləsi aparmağın düzgün deyil, ha? Niyə? Çünki burada kafir də var. Burada kafir var deyirsənsə, nə önəmi var, nə adı var onun? Nə demək istəyirsən? Burada kafir var, nə demək istəyirsən? O fərdi kafir insanı aid edim ümumi diyarın hökmünə. Qatım ora. Olmaz qardaşım. Qətiyyən olmaz. Başa sala bildin? Elxan Musayev nə edir? Bu əhl-i-sünnə etiqadıdır. Diyara ümumən hökm verilir. Fərdlərdən yox. Elxan Musayev, başa sala bildim axı? Elxan Musayev nə edir? Elxan Musayev deyir ki, Azərbaycanda fətrə əhli var. Səlləmnə cədələn. Necə deyirlər, münaqişəyə xatir razılaşdıq. Gedib tapıb, dağda oturub, kənddə birindən oturub, fətrə əhlidir. Bax, filan kəs, filan kəs. Sən, bax, bu fərdi insan var, filan kəs tapmısan. Sən bunu tapmısan, mən də ateist tapmışam. Fərqi nədir ki? Xristiyan. Sən dağa niyə çıxırsan ki? Şəhərdə xristiyan doludur da. Dağa niyə çıxırsan ki? O da kafirdir, xristiyan da kafirdir. Azərbaycanda xristiyan da var. Azərbaycanda xristiyan da var deyə ümumi diyarın hökmünü dəyişək. Fərdi insanlara görə diyarın hökmü dəyişə bilməz, qardaşım. Yəni, demək istədiyim odur ki, o fətrə əhli deyirsən, tapdığın. Kafirdir axı. Dəvət çatmayıb da, deyir. Mən deyir, söhbət elədim, deyir. Çatdırdım ona. Söhbət eləməmişdən qabağa kimi yox idi o. Kafir idi də. Rəsulun dəvət çatmayıb. Hesab elə, fətrə əhlidir, başa düşdüm. Qardaşım, sən bu fətrə əhlini neyləsən? Şəhərdə xristiyan var da. Ateist də var da. Sən dağa niyə çıxırsan ki? İndi bu şəhərdə xristiyan, ateist var deyə diyara təsir eləyir yoxsa yox? Diyarın hökmünə. Diyarın hökmü ümumən götürülür. Fərdi insanlara görə yox. Çətindir yoxsa yox? Məsələ niyə sizə asandır? Qardaşım Əbu Yaqub. Çox rahatdır deyir, bax. Niyə? Çünki əhl-i-sünnənin bulağından su içmirsən ona görə. Bax, danışıram sizə. Sanki yağ kimi yayılır. Niyə? Çünki sən ömrü boyu bunu eşitmirsən. Çünki sünnisən ona görə. Səndə biraz başqa cür danışsaydın, bax, hansısa deyəcəkdiniz ki, çünki haqqı eşitmirsən ancaq. Əhl-i-sünnənin bulağından su içmirsən ona görə. Yağ kimi yayılır. Çox rahatdır deyir. Yəni, məsələ bu cürdür, qardaşım. Məsələ başqa cür deyil, yəni. Amma Elxan Musayev iltibəs eləyir. Başqa cür formada təqdim edir məsələni. Hey çalışır ki, hələm Azərbaycanda tanımadığınız insanlarla sizin müsəlman müamiləsi aparmağınız düzgün deyil. Tanıdığımız insanlarla başqa məsələ. Ona görə də deyir ki, tanıdığımız bir müsəlman, vallahi, billahi bu cür də deyir. Tanıdığımız bir müsəlman şirk küfür etdiysə ona təkfir etmək, tanıdığımız müsəlman nədir? Müsəlman diyarındasan, sən? Tanımadığın insanlar da ümumi diyarın hökmündədir. Onlar da müsəlmandır. Deməli, onlar da küfür şirk etdisə, onları da təkfir etmək üçün hüccət lazımdır. Başa salıb bildiyim?
tanıdığımız fərdi filankəs və filankəs Elxan Musayevin tanıdığı adamdır, şirk elədi. Elə yox. O əhalidə yaşayan insanlar var, məchul, yəni naməlum şəxslər. Çıxdım bayrağı tanımıram heç birini. Onlar müsəlman hökmündədir. Niyə? Diyar, hansı diyarda yaşayırlar? O diyarın hörməti üstündədir. Müsəlman diyarı. Və sən onlarla məcbursan müsəlman müamiləsi aparasan. Yoxsa tanımıram deyib, məchul insanlardır deyib, Azərbaycanda dağda fətrə əhli də var deyib, onları fətrə əhlinə aid etmək. Bu təkfirçi etiqadıdır. Sən xoşuna gəlsə də, gəlməsə də bu dolayısı yolla cəmaatı təkfir etməkdir. Bu dolayısı yolla hiylə ilə cəmaatı təkfir etməkdir. Elxan Musayev nə edir? Xülasə. Mən dərsdə də keçən dəfə dedim, muttarib bir adam. Muttarib. Baxın, subhanallah, nə məcburdur? Danışma da. Danışır, rədd edirlər. Düzəltmək istəyir. Düzəldə bilmir. Dayı da aləmi vurur. Sonra düzəltmək istəyir. Düzəldəndə burada dedi yadından çıxıb, onun əksini deyir. Dirməli deməmiş. Dirməli. Siddiyət Və baxırsan ki, subhanallah, nə məcburdur axı? Bax, mən misal üçün bu söhbəti burada elədim də, heç əxi yox. Qardaşım, sən mən gecə saat yuxuda, gecə saat 3-də məni durğud, 3-də məni oyat, 4-5. Mən bu söhbəti danışdır məni, mən belə danışacağam. Mənim əqidəmdir bu, mənim mənhəcimdir bu. Yəni, birdən, qardaşım, bizdə budur da. Bizdə əhlüsünnədə budur. Sən nəsən? Bu məsələlər ciddi məsələdir. Böyükdür, təhlükəlidir. Özdə mən bir şey deyim. Bu məsələlərdə sən gərək ki, başlı danışmayasan. Mümkündür. Deyil. Olmaz. Üstü örtülü. Nəsə qaranlıq söz saxlamıyor. Vallahi sənin üzərinə düşən elə ifadələr tapıb seçməlisən ki, söz olaraq, ibarə dəqiq olsun. Budur. Möhkəm olsun sözün. Yəni, eşidən adama iltibas yaratmasın. Ayaqsa iki başlı söhbət eləyirsən, bilinmir bunu demək istəyirsən, bilinmir bunu demək istəyirsən. Nə demək istəyirsən sən? Bilinmir. Qardaş, hətta o əqidədə, Abdullah, belə bir şeylər var, mövzular var. O qədər dəqiq danışmalısan ki, xırda, boşluq eləsən, başqa əqidədir. Başqa əqidədir. Vallahi. Mən belə misallar deyərəm. Sözü biraz fərqli deyil, getdin irtical əqidəsinə. Mən bir dəfə, yadıma düşmüşkən deyim, məsciddə imamların biri xutbə verir, əqidədən söhbət edir, əsma-sifət. Əsma-sifət əqidəsi. Əhlüsünnənin etiqadını. Qardaşlar çıxanda, əlhamdülillah, Rəşad qardaş, gördün, subhanallah, biz də elə bilirdik, bu əşaridir. Sən də əhlüsünnənin əqidəsi. Çıxıb deyib ki, biz istivanı qəbul edirik, filan, Rəhman ərşə istifa eləyib, ayədir, bunu inkar eləmək olmaz. Danışıb, hamının xoşuna gəlib. Qardaşlar da elə biliblər ki, bu imam bundan qabaq əşari kimi, mətrudi kimi biliblər. Bu xutbədən sonra sevinirlər, gəldilər mənə deyirlər şəkər. Demə, qardaşım, təhvid etiqadını ısradı sizə. Təhvid etiqadı idi, əşari etiqadıdır. Mufavvid əqidəsidir. Mufavvidələr də onlar hamısı. İncə, dəqiqlik görməyib onu. Nə demək istəyirəm? Sən, qardaşım, elə söhbətlər var ki, sən onu danışanda çox aydın izah eləməlisən. Ona görə mən, xülasə, qardaşlarıma, sizə və bütün dinləyən qardaşlarıma deyirəm ki, Allaha, bu məsələləri Elxan Musayevlə götürmək olmaz. Olmaz, qardaş. Olmaz. Niyə olmaz? Çünki muttarib adam. Başa açmayacaqsan nə danışır. Çünki özü bilmir nə danışır. O ki, qalır sən nəsə götürüb aparasan. Başa sala bildin? Qulaq asanlar da görünür dənədir. Axırda təkfirçi olur. Yəni Qəribə bilsən nədir? Qulaq asanlar, qəribəsi budur. Söhbət açılıb danışır. Qulaq asanlar sən bəyənmirlər. Qulaq asanlar bəyənmirlər səni.
bidətçi görürlər səni. Qardaşım, eyni bulaqdan su içmirik. Sən demə yox, içmirik. Bulaq başqadır. Bu bulaq başqadır, o bulaq başqadır. O iddia edir əhl-i sünnət. Nə olsun iddia edir? Ona görə bu məsələləri ümumiyyətlə mən bir qardaş kimi nəsihət edirəm sizə. Nə qədərdir danışırıq? Mən bir qardaş kimi nəsihət edirəm sizə. Mövzular var ki, şəriətdə, dində, tohid, əqidə, üsul. Bu kimi dinindir də sənin, sütunundur. Allah barəsində etiqadın, Allahın zatı barəsində, sifətləri barəsində, adları barəsində, tohidin bablar, uluhiyyə barəsində, şirk, tohid. Bu məsələləri Allah hamıya həvalə etməyin. Olmaz. Etibar eləmə. Etibar eləmə. Kim tələbələrdən, şeyxlərdən, kimə qulaq asırsan da, möhkəm bilir, ona həvalə elə, ona etibar elə. Çünki sənin dinin də axirətindir. Çünki sən təqlidçisən, sən cahilsən, sən sıravi müsəlmansan, sən bilmirsən. Verdi etiqad eləyəcəksən, yox. Verdi etiqad eləyəcəksənsə, elə adam seçməlisən ki, verməsində şübhən olmasın sənin. Dəqiq məlumat vermir. Yəqin olmalısan ki, qardaş, bu söhbəti, misal üçün, mən nə edirəm? Mən bunu özümdən, təcrübəmdən keçirmişəm. Söhbətdir. Məsələ. Min məsail-i din, əv min məsail-i əqidə. Əqidə məsələlərindən bir məsələdir. Bilmək istəyirəm, öyrənmək istəyirəm. Etiqadımı qurmaq. Baxıram, kim danışıb? Kim gəldi? Vallahi yox, qardaş. Baxıram, xüsusi adam var. Mütəxəssis var. Mütəxəssisdir. Bu adam bu çölünü də bilir. İçərisini də bilir. Bu adam bunda ixtisasıdır bunun. Gözünü açandan bunu bəhs eləyib. Mütəməkkindir, rasixdir. Başa düşürsən, rasixdir əqidədə. Həvalə etdim ona. Danış, udum hamısını. Danışır. Sağa sola getmirəm, qardaş. Axtarmıram. Odur. Uddum hamısını. Yəni, götürdüm etiqadımı elədim. Belə adamlar var, rasix. O da azdır elə adamlar. O adamlar bu mövzuda mütəxəssisdir. Başqa mövzularda yox. Başa bildin? Ayrı-ayrıdır misal üçün. Fiqh misal üçün. Təfsir misal üçün. Bu başqa elmlərdir axı. Mustalah, əl-hədis. Hədisdə mustalahlar var. Yox. Onu sən elə o əqidəyə qulaq asdığın şeyxin danışdığından götürməyəcəksən ki. O sahəci deyil onu. Bilir. Ümumən hamı alimdilər, məşayixdilər. Bilir. Amma bunun öz mütəxəssisi var bunun. Get onun yanına. Versin, yağ kimi yayılsın. Belə adamlar seçmək lazımdır. Bizdə də elə adamlar var ki, onlara yaraşır. Nə yaraşır? Qardaş, danış, qıssalar danış, hekayələr danış. Hə? Kimisə həyatını söhbət elə. Maşallah, barakallah, cəzakallahu xeyran. Söhbət elə. Necə də gözəl. Bu söhbətlərdən danışma, qardaş. Danışırsan, hamısını zay eləyirsən. Ya da bil, oxu danış. Bilmədən danışma. Və bu əqidə. Əhl-i-Sünnənin əqidəsi, subhanallah, o qədər pak, o qədər təmiz, o qədər gözəldir ki, yeganə əqidədir, səni cənnətə aparır. Əqidə. Bax, kimdən götürürsən əqidəni? Ümumiyyətlə, dini, xüsusən də əqidəni. Tohidi. Tohid. Vallahi, Əbu Yaqub, danışan adam bilinir hardadır. Danışsın, deyim hardadır sənə. Nə qədər danışa bilər, nə qədər yox. Hara kimi gedə bilər, hara kimi yox. Nə götürmək olar, nə götürmək olmaz. Elə şeylər var ki, hamıya etibar eləmək olmur. Və belə. Allah subhanahu və teala hamımızı islah eləsin. Allah subhanahu və teala bizləri şər böhtandan qorusun. Kiməsə böhtan atmaqdan, kiməsə zülm etməkdən, kiməsə haqqına girməkdən qorusun subhanahu və teala. Və Allah subhanahu və teala o qardaşlarımıza hidayət eləsin.
Allah subhanahu və teala bizlərə haqqı haqq kimi göstərsin və tabi olmağa yardım etsin, müvəffəq etsin. Bizlərə batili batil kimi göstərsin, görək və çəkinməyə, uzaq durmağa yardım etsin Allah subhanahu və teala. Həqiqətən o buna qadirdir. Və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed.